Sallı rayonunda fəaliyyət göstərən süd qəbul məntəqəsinin rəhbəri Elmdar öz işinə məsuliyyətlə yanaşan kənd təsərrüfatının inkişafına töhfə verən nümunəvi sahibkarlardandır. Onun rəhbərliyi altında məntəqə yüksək təşkilatçılıqla idarə olunur, südün qəbulu və saxlanılması zamanı keyfiyyət və gigiyena tələblərinə ciddi əməl edilir. Elmdar yerli fermer və maldarlara daim dəstək göstərir, onların zəhmətinin dəyərini düzgün qiymətləndirərək ədalətli və şəffaf əməkdaşlıq prinsiplərinə üstünlük verir. Bu da bölgədə südçülüyün inkişafına, kənd əhalisinin sosial rifahının yaxşılaşmasına müsbət təsir göstərir. Rəhbər kimi o həm işçilərlə, həm də təchizatçılarla səmimi və işgüzar münasibətlər qurur, kollektivdə sağlam iş münasibətinin formalaşmasına xüsusi diqqət yetirir. Onun təşəbbüskarlığı və məsuliyyətli yanaşması nəticəsində məntəqənin fəaliyyəti günbəgün təkmilləşir, etibarlı və nüfuzlu təsərrüfat subyekti kimi tanınır. Elmdar öz fəaliyyəti, dürüstlüyü və peşəkarlığı ilə Masallı rayonunda örnək sahibi kimi seçilir. Ona gələcək fəaliyyətində uğurlar arzulayır, kənd təsərrüfatının inkişafı naminə göstərdiyi işlərdə davamlı nailiyyətlər diləyirik.